İnşallah bugünkü cümə xutbəmiz müstəqillik, müstəqil insan, kamil insan haqqında olacaq. Bilirsiniz, bir neçə gündən sonra artıq ölkəmizin müstəqillik günüdür. Ölkənin də müstəqil olması üçün minlərlə insan öz canından keçdi, öz arzularından keçdi, öz istəklərindən keçdi. Öz canlarını fəda eləyərək ölkəmizi müstəqil elədilər. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Allah yaralı qazilərimizə şəfa versin inşallah. Bu niyyətə sələvat zikr edər. Allahümmə səlli əla Muhammed. İnsanın müstəqil olması. Hədis-i qüdsüdə buyurulur. Allah buyurur ki, ey mənim bəndəm, mən hər bir şeyi səndən ötürü yaratmışam. Allah deyir. Daha sonra isə Allah buyurur ki, ey mənim bəndəm, hər şeyi ki səndən ötürü yaratdım, səni isə mən özümdən ötürü yaratmışam. Özümə görə yaratmışam. Baxın, hədisdə buyururlar ki, hər kəsin həyatının mənasını müxtəlif tür dəyərləndirir özü üçün. Baxın, məsələn buyurur, kimlərinsə arzusu, fikri, zikri budur ki, mükəmməl təhsil alsın, gözəl elmlənsin, alim adını qazansın. Kiminsə arzusu budur. Özüm bir misalı deyim, diqqətlə buna fikir verin. Bir dənə aşiqdir, Allaha aşiq biridir. Gəlir alimə sual verir. Deyir, şeyx, nə öyrəndin? Alim buyurur ki, elm öyrəndim. Aşiq deyir ki, bəs eşq? Həmən o alim, şeyx deyir ki, oxuduğum kitabların arasında eşqi tapa bilmədim. Eşq yox idi, elm var idi, elmi öyrəndim. Aşiq deyir ki, heyflər olsun şeyx. Eşq elə kitabların arasındaydı, sadəcə sən onu elm öyrənmək üçün istifadə elədin. Baxın, insanın məqsədindən çox şey asılıdır. Bu insanın məqsədi nə olur? Allahı tapmaq üçün bir balaca elm oxusan, kitab oxusan, o eşqi taparsan özündə. Elə Quran ayələrini oxusan, Allaha gönlücə aşıq olarsan. Sadəcə bu insanın məqsədi nə idi? Alim olun. Bunun fikri zikri bu olubdur. Kimisi yazır, deyir, bütün dünyanı heyrətə gətirəcək bir sənət əsəri yaratmaq istəyir. Belə deyir, populyar olmaq istəyir. Şöhrətpərəst olmaq istəyir. Şöhrət qazanmaq istəyir. Yazır, kimisi də deyir ki, məqsədi budur ki, özünə bəs edəcək miqdarda sərvət toplasın. Ondan sonra ömrünü onunla yaşasın. Bu kamilliyin son həddini bunda görür. Yazır, deyir, bəziləri də kamilliyi gözəllikdə, şöhrətdə görənlər də var. Fikir verirsiniz, hərənin fikri bir başqadır. Hərə həyatı bir cür seçibdir. İndi İslam dini nə istəyir? İslam dininin fikri nədir? İslam dininə görə müsəlman Allaha daha çox layiq olmaq üçün, Allahın razılığını daha da artıq dərəcədə qazanmaq üçün və Allaha yaxın olmaq məqsədi ilə yaşayır. Hədəf, can atılan məqsəd müsəlmanda yalnız Allahdır. Ancaq Allahı düşünür. Allah isə qeyri-məhdud gözəlliklərə sahibdir. İndi yaxşı, buradan nə anladıq? Mövzu ki, müstəqil insan deyil, müstəqil insan olmaq üçün insan nə olmalıdır? Kamil insan. İndi xütbə başlayır, diqqət buradadır. Sizə bir dənə hədis-i qudsu oxuyacam, dəhşət. Allah buyurur. Deyir, ey Adəm oğlu, mən ehtiyatsızam. Allah özü haqqında deyir, mən ehtiyatsızam. Heç vaxtda fəqir, möhtac olmaram. Mənim heç nəyə ehtiyacım yoxdur. Deyir, ey mənim məndə, sənə əmr etdiyim işlərdə, o ibadətlərdə, halalı, haramı qorumaqda, Allah deyir, mənə tabi olsan, ey mənim bəndəm, səni də fəqir olmayacaq dərəcədə varlı və ehtiyatsız eləyəcəm. İkinci buyurur, ey Adəm oğlu, mən diriyəm. Allah deyir, mən diriyəm və ölməzəm. Sənə əmr etdiyim işlərdə mənə tabi olsan, sənə dirilik və ölümsüzlük bəxş edəcəm, Allah deyir. Sonra, mən hər nəyə ol desəm, olar. Quran ayəsi var da, kun fəyəkun, ol deyər, olar. Sənə əmr etdiyim işlərdə mənə tabi olsan, sənə də elə xüsusiyyətlər verəcəm ki, ey mənim məndəm, hər nəyə ol desən, olacaq. Gəl bunun rəmzi mənaları var, açıqlamasına baxaq. Görək, neyniyə ki, Allah bunları bizə versin? Birinci, fəqir olmayacaq dərəcədə Allah buyurdu, səni varlı insan eləyəcəm. Deyir, Allahdan savayı, həmən o hədis-i qüdsünün açıqlamasıdır. Deyir, Allahdan savayı heç kimə əl açmayan,
heç kəsdən heç nə gözləməyən, hamıdan təmənnanı kəsən mömin bir insanı Allah hər kəsdən ehtiyatsız eləyəcək. Bir dənə insanlara olan ümidini kəs. İnsanlardan olan gözləntivi kəs. Sıxıntı anında da qapıya getmə o qapıya. Allah qapısına get, Allah deyir sən hamıdan ehtiyatsız eləyəcəm. Fəqirliyin var idi, o fəqirliyi sənə bir də göstərmərəm. Sonra deyir, ölməyən və diri qalan insan. Bu nədir? Allah deyir ki, mən ölməzəm və diriyəmə. Deyir, mənə tabi ol, səni də ölməz eləyəcəm, səni də diri eləyəcəm. Buyurur ki, əməlləri yaşayan insan. Cisim ölübdür, amma ruhu həmişə gözəlliklə xatırlanır. Gözəl əməl sahibidir. Zamanında o qədər yaxşılıqlar eləyib ki, özü dünyadan köçübdür, amma hamı rəhmətlə xatırlayır. Hər kəs onun adı gələndə deyir, Allah ona rəhmət eləsin. Allah onun ruhunu şad eləsin. Belə gözəl insan idi. Bu insan ölmür. Ən bariz nümunə şəhidlər. Öz arzularını, istəklərini fəda etdilər, əbədiyyətə qovuşdular. Hamımız dua edirik. Allahdan istəyirik ki, onların ruhu bizə şəfaətçi olsun. Heç bir zaman ölməyəcək. Biz 30-40 il sonra bu dünyadan köçürük, gələcək nəsil yenə o şəhidləri xatırlayacaq. Allah onları əbədiyyətə qovuşturdu. Niyə? Allaha tabi oldular. Allah buyurdu, axı, mənə tabi ol, səni ölümsüz eləyəcəm. Necə ki, mən ölümsüzəm. Onları ölümsüz elədi Allah. Sonra nöqtəyə bax, ol deyincə olar hər bir şey. Allah deyir, mən nəyə ol desəm olur, istəyirsən sənə də bu anı yaşadım. Bax indi, deyir, o insan bilirsiniz kimdir? Allahın dərgahında sözü, istəyi əziz bir sayılan bəndədir. Nə gözəl insandır. Allah dərgahında əziz olasan. Allah üçün dəyərli olasan. Ol deyər, olar. Allah deyir, belə insanın duasını dərhal qəbul edir. Nə dua eləyər? Allah mələyə buyurur, qəbullə. Nə istəyər Allahdan? Allah deyir, onun üçün qəbullə. Niyə? Deyir, o mənim əmr etdiyim işlərdə mənə tabi oldu. Allah nə istədi? Deyir, məndən əmr edilən bu işi gör, sən də o işi gör. Ondan sonra sən nəyə ol desən, mən razıyam. Həmən duavı qəbul eləyəcəm. Deyir, ən çətin anlar var, ən sıxıntılı anlar. Bircə deyir, həmən anda dua eləsin, Allah deyir, həmən anda dərhal duanı qəbul eləyər. Ən çətin anlarda bircə dua ilə, bu hədis-i qüdsidir. Deyir, bircə dua ilə onu bütün fəlakətlərdən xilas eləyərəm. Hər nə arzusu var, hər nə duası var, ona verərəm. Bu kamil insanın xüsusiyyətləridir. Müstəqil eləyir Allah səni. Bunları yerinə yetir, Allah səni müstəqil insan eləsin. Baxın, insan övladı istəsə özünü həm ucaldır, həm də alçaldır. Bunun hədisini deyim sizə, bir nəfər gəlir İmam Cəfər Sadiq əleyhissalamın yanına, soruşur ki, ya imam, mələklər üstündür, yoxsa Adəm övladı? İmam cavabında buyurur ki, bu sualın cavabını Həzrət Əli əleyhissalam verib. İmam deyir, Allah-u Teala, diqqətlə qulaq as, mələklərin bətnində şəhvət olmayan ağıl yerləşdirib. Heyvanlarda ağılsız şəhvətə tabi eləyib. Ağıl yoxdur, amma şəhvət var, ona tabi eləyib. Adəm oğlunun daxilində isə bunların hər ikisini yaradıb. Həm şəhvəti qoyubdur, həm ağılı qoyubdur. İndi buyurur, hər kim ki, ağılı şəhvətinə üstün gələr. Ağıl onun şəhvətini üstələsə, deyir, o insana Allah mələklərdən də üstün eləyəcək. Bunun nümunəsini sonda deyəcəm, sübutunu. Hər kimin ağlı şəhvətinə üstün gəlsə, mələklərdən üstün eləyir Allah onu. Hər kimin şəhvəti, nəfsani istəyi onun ağlına qalib gəlsə, Allah deyir, vəhşi heyvanlardan da alçaq dərəcəyə indirərəm onu. İnsanın öz əlində də həm ucalar, həm alçalar. Bunun açıqlaması var, Həzrət Əli əleyhissalam bunu danışır. Deyir ki, Allahın huzurunda insanı yüksəldən və alçaldan öz müstəqil seçimi əsasında etdiyi işlərdir. Özü edir, deyir buna. Mələk, mələyin açıqlamasını verir. Mələk deyir, zaten məsumdur. Məsum olduğu üçün də mələk heç bir vaxt günah eləməz. Mələyin işi nədir? Çünki deyir, mələkdə günaha sövq edən amillər yoxdur da. Mələyin heç bir nəfsani istəyi yoxdur. Mələk yemək içmək bilmir, pul bilmir, şan şöhrət bilmir, nə bilim, şəhvət bilmir. Belə şeylər yoxdur mələkdə. Mələyin işi nədir? O həmişə deyir, Allaha həmd eləyir, Allaha şükr eləyir. Allah nə əmr eləyir? Deyir, onu sorğu-sualsız yerinə yetirir. Mələyin işi budur. Mələk bundan ibarətdir, bax. Mələk deyir, günahın, vəsvəsənin nə olduğunu bilmir. Bəs heyvan?
Həzrət Əleyhisselam heyvan xüsusiyyətlərini açıqlayır. Deyir, heyvan isə hər cür şuurdan uzaqdır. Yalnız deyir, primitiv, fiziki ehtiyacları ödəmək üçün yaşayır ki, ac qalmayın. Məqsəd budur. Ondan deyir, nə insana, nə də mələyə xas olan aid duyğular yoxdur. Mələkdən, heyvandan ibadət gözləməzlər ki. Düzdür, indi gəlir insana. Həzrət Əleyhisselam insanı açıqlayır. İnsan deyir, həm ağlın, həm də şəhvət qüvvəsinin təsiri altındadır. İnsanın imtihanı həqiqətən böyükdür. Allah ağılda qoyub, şəhvət də qoyub, imtihandasan. Çıx görün bu vəziyyətdən. Deyir, o yaşamaq naminə öz dünyəvi, maddi ehtiyaclarını təmin etməlidir. Yeməlidir, içməlidir, evlənməlidir, ailəni saxlamalıdır, işlər, güclər, bunların hamısı deyir, insanda olmalıdır. Mütləqdir, bu yaşamaq üçün bunlara məcburdur. Deyir, əgər, açıqlamasını verir, əgər həyatının mənasını insan övladı yalnız şəhvətdə, nəfsi istəklərindən görsə, deyir, şuursuz heyvan nə səviyyədə idi? Deyir, ondan da aşağı alçalacaq. Özünü qurban versən ha şəhvətə, nəfsani istəklərə, heyvandan da aşağı edir, insan alçalır. Üstəlik, bu yolu Allah ağıl vermişdi, ha? Bu ağıl ola seçdiyinə görə böyük də günah qazanır. Sonra, əgər öz nəfsini insan övladı cilovlamağı bacarsa, ağıl və iman üzərində qurulmuş bir ömrü yaşasa, mələklərdən də uca məqama yüksələr. İnsanın ağlına sual gəlir. İnsan mələkdən necə yuxarı qalxa bilər? Necə uca məqama yüksələ bilər? Mümkün deyil. İnsan bunu fikirləşir. Niyə mümkün deyil ki? Meyrac gecəsinə bax. Həzrəti Peyğəmbər Cəbrail mələklə qalxır, Meyraca. Ərşin müəyyən nöqtəsində Cəbrail nə deyirdi? Ya Peyğəmbər, mənim buradan oyunu keçməyə icazəm yoxdur, ixtiyarım yoxdur. Buradan oyanana sən tək getməlisən. Cəbrail mələkdə, Peyğəmbər davamını tək getdi. Bu nədir? İnsan övladı istəsən mələkdən də üstün ola bilir. Bu, bunun bariz nümunəsidir. Həzrəti Peyğəmbər əxlaqı ilə, elmi ilə Allah onu mələkdən üstün səviyyəyə qaldırdı. Mələyin icazəsi olmayan, hansı mələk? Cəbrail mələk. Onun ixtiyarı olmayan yerə Peyğəmbər qalxdı. Deməli, insan övladı da şəhvani istəyə, nəfsani istəyə, qalib gələ, ağlı ondan üstün ola, Allah sənin mələkdən də üstünü qaldıracaq. Neynəmək lazımdır? Allahın əmrlərinə tabi olaq. Allahın buyurduqlarını yerinə yetirək. İbadətdə halal, haramı qoruyaq. Allah bizi o zaman müstəqil insan edəcək. O kamil insan axtarırıq, neçə illərdir ibadətlər eləyirik, dualar eləyirik, zikirlər eləyirik ki, kamil insan ola, Allah yolunu açıqladır. Allahın əmrlərinə tabi ol, Allahın halal haramını qoru, ibadətini vaxtında qıl, nəfsani, şəhvani istəklərdən uzaq dur. Allah dedi ki, o bəndən nəyə olduysa mən ona icazə verəcəm. O kamil insandır. Və ən əsas nöqtə bunu deyim, bitirin. Dedi, Allah dedi ki, o mənim dərgahımda ən istəkli və ən sevimli bəndəmdir.